Okay, let's start. Today we are going speak about the grammatical rule, the article. Deməli, sorry. Bu günləri qrammatik mövzu article haqqında danışacağıq. You can ask what's article and who has any information about an article. What kind of types of article? Hansı növləri var? Article nədir? Kim deyə bilər? Ümumiyyətlə, article nə deməkdir? Hə, uşaqlar, article-la bağlı nə məlumatınız var? What's article? Do you have any information about it? Hər hansı bir məlumatınız var bununla bağlı? Mesela an article, zera article. Yox quzum. Zera article deyil. Mənim sözlər nömrələrinə atılır. Knight, what about you? What's article? What do you think about article? Have you ever heard about the article? Article-la bağlı əvvəlcə eşitmirsən, nə məlumatın var? Safa, what about you, Nurcan? Xeyr, müəllim. You haven't any information, yes? Hər hansı məlumatınız yoxdur, hə? Müəllim. Aha. Müəllim, sizin səsiniz məndə qırıq-qırıq gəlir. Hamı dilədi uşaqlar? Xeyr, müəllim. Xeyr, müəllim. Onda biraz səbirli ol, yəqin internetdəndir. Müəllim. Aha, buyur. An article olur. Artikellər ən çox ismin əvvəlində gəlir. Onun müəyyən və qeyri-müəyyən olduğunu göstərən köməkli nitq hissələr var. Və onlar bir neçə hissəyə bölünürlər. Məsələn, qeyri-müəyyən artikel, müəyyən artikel və s. O ən çox müəllim ismin əvvəlində gəlir və Azərbaycan dilində də bir anlayışı yoxdur. Deməli, yoldaşınız yaxşı məlumatlar verdi orada. Təşəkkür edirəm. Thanks a lot. So, you can say about article. There are two groups of articles. The first group called definite and the second group called indefinite. So, deməli, artikellar iki qrupa bölünəcək. Müəyyən artikel, qeyri-müəyyən artikel. Və burada hər qrupun özünün öz mənşəyi var. Ümumiyyətlə, artikel sözü bizim dilçilikdə hər hansısa bir qarşılığı konkret olaraq biz göstərə bilmirik. Artikellar bölünəcək müəyyənə, qeyri-müəyyənə. Məsələn, biz hər hansısa bir əşya haqqında məlumat ötürmək istəyiriksə, bu zaman həmin əşya təbii ki, nitq hissəsi olaraq isimə aiddir. Tutalım ki, kitab sözü, book. Mən kitab sözünü gözlə görə bilirəm, düzdür? Və onun sayını mən müəyyənləşdirə bilirəm. Deməli, gözlə görə bilib, konkret olaraq sayını təyin eləyə bildiyimiz, yəni sayıla bilən isim kimi tanıdığımız isimlərə qeyri-müəyyən artikeli səsləndirə bilərik. Bu qeyri-müəyyən artikel, məsələn, lüğətlərdə də diqqət eləmişsinizsə, orada yazırlar. Heç vaxt siz heç yerdə görə bilməzsiniz book sözünü tək olaraq. Məsələn, hər hansısa bir kitabın adı altında ola bilər. Amma məsələn, sırf söhbət bir kitabdan gedirsə, o zaman orada istifadə edəcəyik e-book. E-book nə deməkdir? Bir kitab. Mən bilirdim. An article var məndə. Məsələn, əlavə söhbət eləməyin. Keçən dəfə də tapşırmışam. Mən sual verməyincə əlavə danışmayın.
Bayaq sual verdim, gözlədim. Onda deyərdiniz. Deməli, burada nə olacaq? Bir kitab, düzdür? Deməli, burada nə başa düşürük? Bu bir sözü, buradakı diqqət eləyin. Səs qarışır bir neçə adam danışanda. Artıq dərsin keyfiyyəti aşağı düşür. Sonradan dərsə baxanda başa düşməyəcəksiniz. Səbirli olun, gözləyin, sual verəndə sözünüzü deyərsiniz. Aha. Deməli, buradakı artikel, artiklı Azərbaycan dilinə tərcümədə bir rəqəminin və yaxud da bir sayının qarşılığı olaraq gəlir. Sonra, məsələn, portağal sözü və yaxud da alma sözü. Məsələn, apple demək istəyirəm, düzdür? Mən apple sözünü təkcə özü apple olaraq təqdim eləyə bilməyəcəm. Mikrofonları bağlayın, zəhmət olmasa, kənarda səs gəlir. Burada təqdim edəcəyimiz artikel olacaq an. Yəni, bu necə olacaq? An apple. An apple. Yenə tərcümədə yönləndirsəz, deyəcəksiniz, bir alma. Baxdınız, quzular. Deməli, ən artikelinin funksiyası nə olacaq? Azərbaycan dilindəki bir sayına, bir rəqəminə tərcümə kimi verə bilirsiniz. Bəs yaxşı, burada artikeli book'un qarşısında yazdıq. Ən artikelini apple sözünün qarşısında yazdıq. Deməli, buradan bir qayda təsvir olunacaq. Mənim ədən sonra samitlə başlayan söz gəlməlidir. Əndən sonra sait. Qayda yadındadır, Səfa? Gəlməli. O qayda necə idi? Bir dənə denən. Mənim əsas səsə bağlıdır. Səsdə samit çıxırsa, yazmalı o sözün əvvəlindən. Səsdə sait çıxırsa, ən yazmalı. Deməli, İsa, buradan nə başa düşdük? Orada ən sayla başlayan isimlərə qoyursan. Məsələn üçün e-book samitlə başlayana qoyursan da. Yaxşı, bu qaldı mən kimdə qoyuram? Mən buradan baxa bilmirəm. Yəni yazılışda sait, deyilişdə samit də ola bilər. Aha. Tələffüzdə. Deməli, uşaqlar, ümumi qayda nə başa düşdük? Əgər verilmiş sözün tələffüzü. Tələffüz nədir? Yəni, sözü necə deyirik və eşidirik. Söhbət səslərdən gedir artikelda. Nahid. Fikrim burada olsun. Deməli, mən burada nəyə diqqət elədim? Sözün tələffüzünə. Yəni, artikel nəyə aiddir? Söz necə tələffüz edilir? Sözün yazılışı bizi maraqlandırmır, düzdür? Bizə lazım olan nədir? Həmin bu təqdim olunmuş isimin sayıla bilən tək ismi. Bax, qaydaya diqqətli olun. Sayıla bilən tək ismi. Yəni, konkret olaraq alma göz önündədir, düzdür? Görə bilirik. Kitab görmək mümkündür və cəmlənmə ehtimalı ola bilən isimlərə həmişə çalışın ki, artikel əlavə eləyə biləsiniz. Yəni, məsələn, alma sözünün cəm versiyası ola bilər, düzdür? Kitab sözündə cəm versiyası var. Amma gəlin düşünək, görək. Necə? Söz deyə bilərəm. Buyurun. Yəni, kimsə qrupda yazıb ki, mən qoşula bilmirəm, evdə deyilik. Hə, incidir, gördüm. Təşəkkür. Deməli, nəyə diqqət eləyirsiniz? Sizdə birinci sözün oxunuşuna baxırsınız. Yəni, sözü oxuyarkən birinci hərfin səsi saitdirmi, samitdirmi? O hissəni başa düşdünüz? O hissəni mən başa düşmüşəm. O hissəni başa salıblar. Deməli, nəyə diqqət eləyirsiniz? Sözü oxuyursunuz. Eşitdiyiniz birinci səs. Bax, hərfdən danışmıram. Səsdən danışıram. Yəni, tələffüz eləyəndə, qulağınız eşidəndə ilk eşitdiyiniz səs saitdirsə, olacaq ən. Yəni, an apple.
yox, eşitdiyiniz, yəni ilk tələffüz etdiyiniz səs samit səsdirsə, o zaman istifadə eləyəcəyiniz artikl olacaq ə artiklı. Yaxşı quzular, başa düşdünüz bu hissəni? Bəli. Ardın davam eləyək. Bəli. Aha. İndi baxaq balalar, nəyə baxırsınız? Məsələn, elə sözlər var ki, sait kimi yazılır. Məsələn, düzdür, söz ehtiyatınız o qədər zəngin olmaya bilər və yaxud da tanış olmayan sözlər də ola bilər. Bu zaman siz lüğətlərdən istifadə eləyə bilərsiniz. Yəni, hər hansısa bir mənbədən istifadə eləməyə hər hansısa bir qadağa yoxdur. Yəni, tapşırıqlarda göstərəcəm indi sizə. Müəyyən hissəsini işləyəcək. Gedişatını izah eləyəcəm. Deməli, proses necə davam edir? Məsələn, bu söz necə yazılır? Unit yazılıb, düzdür? Lakin bunu oxuyarkən mən deyəcəm unit. Hansı səs eşitdim? Y səsi birinci gəldi, düzdür? Baxmayaraq ki, burada U hərfini yazıblar, düzdür? Axı, əlifbada bunun səslənməsi U hərfi kimi gedir, U səsi kimi gedir. Biz əlifbanı öyrəndə burada hərflərin özünün səsləri var idi. Deməli, bu nə olacaq? E-unit. E-unit nə deməkdir? Bir bölmə. Bir saniyə. Yaxşı balalar, indi nəyə diqqət edirsiniz? Yəni, bizim əsas götürdüyümüz nədir? Sözün oxunuşu. İndi elə bir söz yazacağım ki, samitlə başlayacaq, lakin oxunuşunda samit nəzərə alınmayacaq. Bu sözü necə oxuyaq? Saat sözünü. Kim oxuya bilir? Necə oxuyaq bunu? Deyin görüm. Mənim. Başqa kim necə oxuyur? Mənim kimdə oxunacaq? Müəllim Por. Havur oxuyuruq. Bax, oxumaq zamanı buradakı H düşür. Yəni, H hərfi, H səsi düşür. Ona görə bunu oxuyarkən uşaqlar Avva deyə oxuyacaq. Bu Avva oxunduğuna görə siz artıq burada bir saniyə deyəcəksiniz mən Avva. Bəli. Olacaq ən avvə. Niyə? Çünki oxunuş zamanı H hərfi, yəni H səsi nəzərə alınmır. Yəni, bu kimi bəzi kənara çıxma qaydaları var. Ona görə deyirəm ki, sözün oxunuşunu əgər oxumağı bacarmasaz, əlavə lüğətdən istifadə eləyə bilərsiniz. Çünki söz ehtiyatı baxımından ola bilər ki, sizə tanış olmayan hər hansısa bir sözlərlə rastlaşarsınız ki, tapşırıqlarda onsuz da qaçınılmazdır bu. İstəsəz də, istəməsəz də hər hansısa bir söz sizə tanış olmaya bilər. Deməli, buradan gələn ümumi qayda yazaq uşaqlar. Deməli, balalar, nə iş görəcək? Neyini bellədim? Bu seçili qalıb. Görək, alındı. Deməli, buradan nə qaydaya gəlirik? İngilis dilində article təyin edərkən sözün tələffüzü yəni oxunuşu əsas götürülür. Uşaqlar, səslə hərfin fərqi nədir?
Səs nədir, hərf nədir? Deyin görüm ağıllı balalar. Müəllim, səs yeri hərf yazırıq. Aha. Müəllim səsi eşidirik, hərfi isə yazırıq və görürük. Aha. Başqa əlavəsi olan uşaqlar. Müəllim. Müəllim səsi eşidirik və danışırıq, hərfi yazırıq və görürük. Bəli. Müəllim. Bəli, buyurun. Səsi başqası ilə söhbət eləyəndə ona da səslə deyirlər. Hərfi də yazırlar. Deməli, ümumi qayda desək necə alınacaq? Səslər deyirik və eşidirik, düzdür? Hərfləri isə yazırıq və görürük. Yaxşı quzular. İngilis dilində artikel təyin edərkən sözün tələffüzü, yəni oxunuşu əsas götürülür. Sonra artikel sait səslə başlayan sayıla Müəllim, bilən. artikel sözünün Azərbaycan dilində tərcüməsi yoxdur. Məsələn, gerund da belədir. Onun da konkret olaraq yəni bir qarşılıq verə bilmirik. Qrammatikada bəzi bölmələr var ki, qayda hissəsində bizim dilçiliyə düz gəlmir. Yəni sırf ingilis dilinin özünə aiddir. Ona görə də adını elə olduğu kimi saxlayırıq. Məsələn, gerund bölməsi var, o da müəyyən bir qarşılığı yoxdur deyə məcbur elə gerund deyə bizdə. Dilçilikdə necədirsə ingilis dilində o şəkildə davam edirik. Yəni bizim dildə məsələn noun isimdir, onun qarşılığı var. Amma məsələn sırf artiklı biz orada göstərə bilmirik. Deməli artikel Qoyalım mötərizədə artikel sözünün özündə yazın. Birinci belədir. Məsələn dərsliklərdə də belə görürsünüz. Artikel sayəsilə başlanan sayıla bilən tək isimdə. Bunun elektron versiyasını göndərəcəm, özünüz qayda dəftərinizə yazarsınız. Olacaq N. Müəllim, bunun haqqında da dərs atarsınız. Yazdığımı göndərəcəm buna. İndi qaydaları buraya yazıram, siz sonra qeyd edirsiniz öz dəftərinizə. Saitlə sait yox, artıq burada samit səslə başlayanda artikel. Deməli, sait səslə başlayırsa, sayıla bilən təkdirsə N. Samit səslə başlayırsa, sayıla biləndirsə Ə. Sonra artikel Baxın, artikel ancaq isim ilə istifadə edilir. Və isimə aid olur yazım. Çünki elə məqam olacaq ki, qoy isimə aid olur yazım. Sonra uşaqlar, ismin qarşısında, məsələn, bayaq dedim ki, e-book, düzdür burada. Burada hər hansı bir problem yoxdur, düzdürmü? Mən tutalım ki, demək istəyirəm ki, maraqlı bir kitab. Maraqlı sözü olacaq interesting. Interesting sifətdir. İsmin qarşısında gələn sifət, bax görürsünüz, interesting sözü. Bu maraqlı deməkdir, balalar. Maraqlı sözü kitab sözünün qarşısında gəlir və bunu təyin eləyir. Necə kitab? Maraqlı kitab. Biz təyin edici kimi həm də sifət deyə bilərik buna, düzdür? Mən bunu aid eləyirəm isimə. Lakin artiklı təyin eləməyi
təklif edirlərsə bizə, yəni orada tapşırıqlarda görəcəksiniz. Əgər mən interesting book bu söz birləşməsinə article əlavə etmək istəyirəmsə, artıq bu interesting sifəti i eşidirəm əvvəldə, düzdür? Ona görə olacaq nə? An interesting book. İndi sxema şəklində göstərəcəm sizə. Bir dəqiqə səbirli olun. Deməli, book sözü tək olanda article sırf özünə aiddir, düzdür? Lakin book sözünün qarşısında hər hansısa bir təyin edici və ya sifət istifadə edilirsə və həmin sifət sait səslə gəlirsə, olacaq an artiklı. Məsələn, burada olardı ki, kitab darıxdırıcı kitab olar. Olar boring book. Məsələn, heç boring book yazmayım, red book yazım. Qırmızı rəngli bir kitab. Burada da red sözü gəldi. Red sözü gəldiyinə görə olacaq a red book. Niyə? Çünki kitab sözünün qarşısında gələn təyin edici, yəni sifət. Bunu necə tapıram? Sual verirəm. Necə kitab? Maraqlı kitab. Necə kitab? Hansı kitab? Qırmızı kitab. Görürsünüz? Biz öz dilçiliyimizdə də istifadə edirik. Yəni bunlar artıq burada kitabın nə rəngdə olduğunu, necə olduğunu təyin edir. Interesting sözü də burada yenə book sözünü təyin edir. Bura qədər başa düşmədiyiniz hissə var? Düşdünüz başa? Bəli. İndi gəlin bunu sizə oxlar vasitəsilə göstərim, lap aydın olsun. Bir dəqiqə. Bax, quzular, an artiklı ola bilər ki, interesting sözünə görə an yazmışam, amma kimə aiddir yenə? Book sözünə. Məni maraqlandıran sadəcə odur ki, book sözünün qarşısında gələn həmin bu təyin edici, yəni sifət, hansı səslə tələffüz edilməyə başlayır. Interesting, i eşitdim əvvəldə, düzdür? I necə səsdir? Sait. Sait olduğuna görə article istifadə edəcəm an artiklı. İndi gəlin digər nümunəyə baxaq. Burada isə qeyd eləmişik nə? Bir saniyə. Burada isə red book yazmışam. Red book. Düzdür balalar? Buradakı bu kitab sözü artiklla uzlaşır. Lakin kitab sözünün qarşısında kitabı təyin edən bu red sözü var deyə, r tələffüz eləyərkən r samit səsini eşidirəm deyə, məcburən artıq orada göstərəcək. Deməli, red sözü də book'u izah eləyir. Bax, buradakı interesting. Bu da aiddir book sözünə. Baxırsınız? Bu şəkildə. Yaxşı quzular. Deməli, book sözü tək olanda e-book deyirəm. Hər hansı bir problemim yoxdur. Sadəcə burada kitab sözündən danışıram. Düzdür? Və tələffüz eləyərkən b samit səsini eşidirəm deyə article olacaq e-book. İndi book sözünün qarşısına hər hansısa bir təyin edici, yəni sifət gələrsə nahid. Artıq burada nə olacaq? Qarşısında gələn sifətin hansı səslə tələffüz olunmasına baxacam. Əgər burada sait səslə gələn sifət varsa, necə ki interesting book deyirəm, burada artıq olacaq an interesting book. Uzlaşma gedir book sözünə görə. Lakin book'u təyin edən başqa bir sifət verilib deyə, mən interesting sözünü nəzərə alıb artiklı seçirəm. Yenə bir kitab demək istəyirəm, bir maraqlı kitab demək istəyirəm. Lakin mənə təqdim olunmuş həmin bu sifət artıq necədir? Bizə təqdim olunmuş sifət sait səslə başlayır. Ona görə an artiklı ilə istifadə edəcəm. Burada isə kitab sözünü təyin edən rəng samit səslə başladığına görə həmin bu samit səsi məhz red book deyə səsləndirəcəm. Yenə söz yox. Article
book sözünə aiddir. Lakin a read book deyə gələcək. Yaxşı quzular. Bəli. Problemimiz yoxdur. Yəni saatla başlayan sözlərdə də elədir. An apple deyirəm. Amma məsələn, qırmızı alma desəm və yaxud da sarı alma desəm, lap istəyirsiniz yaşıl alma deyək. Deyək yaşıl alma. Green apple. Düzdür? Apple sözü saatla başlayırdı burada. Düzdürmü? Burada dedim an apple. Heç bir problem yoxdur. Lakin demək istəyirəm ki, bir yaşıl alma. O bir yaşıl almanı tələffüz eləyəndə green. Görürsünüz? Green. G samit səsdir. Ona görə olacaq a green apple. Artıq burada bizə istiqamət verən nə olacaq? Bu yaşıl sözü. İndi yenə bunları oxlar vasitəsilə göstərim. Bunu da izah edeyim. Sonra kimin nə sualı var, buyurar, soruşar. Dərsi izah eləyəndə ola bilir ki, mən izah edirəm, sizin o sual yaranan hissəni artıq izahını vermiş oluram. İzah bitəndən sonra nə qədər istəyirsiniz, suallarınızı yönləndirin. Aha. Burayla bağlı probleminiz yoxdur. Tam başa düşdünüz. Mən yaxşı başa düşdüm. Is it clear for you? Mən də. Aha. Başa düşdünüz deyəndə İngiliscə is it Mən clear for you? söz deyəcəm. Night sənsən. Hə. Dərsə aidsə buyur. Müəllim, o nədir? Sizə şəkil atdı. Aha. Onlar qaçan o nədir deyəcək. Deyəcək, narahat olma. Qobdən dərs izahını bitirək. Sən ev tapşırıqlarını deyirsən, bilirəm. Qrupda tapşırığı göndərməyənlər var. Zəhmət olmasa göndərin. Tapşırıq siz inkişaf eləyəsiniz deyə hazırlanıb. Tapşırıqları işləmədən Mən göndərmişəm. Bəziləri var ki, hələ də gözləyirəm. Gəlməyib. Deməli, bir saniyə. Article samit səslə başlayanda başqa nə qayda yazdım mən sizə? Deməli, article article 2 yerə bölünür. Və yaxud da 2 qrupa bölünür. İstəyirsiniz belə yazaq. 2 yerə. Məsələn, bu qaydanı deyə bilərsiniz ki, article divided into 2 groups. Müəyyən və qeyri-müəyyən. Bunlara da deyirik definite and indefinite. Indefinite qeyri-müəyyən, definite müəyyən. Müəyyən qeyri-müəyyən, definite indefinite bu şəkildə gedir. Sonra müəyyən qeyri-müəyyən. Deməli, qeyri-müəyyən artikellər isə hara getdi? İsa'da görə qeyri-müəyyən artikellər hansıdır quzu? Hara getdi sən? Dərsdə yoxdur İsa, görmürəm mən İsa'nı. Mən çox uşaq yoxdur dərsdə. Kimdəsə internet problemi var, kimsə evdə yoxdur. O dəfə məndə də problem yarandı. İsa buradaydı axı, hara olacaq indi? Yəqin gələr. Deməli, müəyyən artikeldə isə nə istifadə edəcəksiniz? Söhbət gedəcək Z artikelından. Yəqin qayıdıb gələr, yəni internetdə problem var.
Nəsə internetlərdə problem yaranır, bilmirəm niyə belə olur. Deməli, qeyri-müəyyən artikl nə oldu? Ən artiklı, düzdür? Haqqında bayaqdan danışdıqlarımız nə oldu? Ən qeyri-müəyyən. Ən artiklı bizdə deməli bir sayına uyğun gəlir. Düzdür? Sonra Z artiklı isə deməli işarə əvəzlikləri o, bu kimi uyğun gələcək müəyyən artiklı. İndi gəlin görək bu müəyyən artiklı harda gəlir. Deməli, belə deyim sizə. İlk dəfə hər hansısa isim haqqında məlumat verəndə istifadə eləyəcəksiniz ən artiklı. Ne oldu? Sonra ikinci dəfə eyni isimdən məlumat verəndə ikinci dəfə eyni isimdən məlumat verəndə istifadə eləyirsiniz Z artiklı. İndi cümlədə deyəcəm, görəcəksiniz. Z artiklı istifadə edilir. Deməli, hansı nəticəyə gəldik? Birinci dəfə hər hansısa bir əşya, isim haqqında məlumat verirəmsə, istifadə edəcəm ən artiklını. Lakin həmin o isimdən bir daha istifadə etsəm, istifadə edəcəm Z artiklını. Yəni, eyni isimdən bir daha məlumat ötürürəm. İndi məsələn, gəlin, məsələn, nə deyək? Deyirəm ki, I saw a cat. Mən bir pişik gördüm. Birinci dəfə gəlirəm sizə hər hansısa bir gördüyüm bir pişik haqqında məlumat verirəm. Diqqət elədiniz, siz o pişiyi görməmisiniz ki, nə də məlumatınız yoxdur onun haqqında, düzdürmü? Birinci dəfədir mən sizə o pişik haqqında məlumat verəcəm. I saw a cat. Gördünüz? İlk dəfədir gəlib sizə deyirəm pişik haqqında. Həmin bu pişik haqqında artıq siz bildinizmi ki, mən pişikdən danışıram. İndi demək istəyirəm ki, həmin o pişik the cat was very funny. Məsələn, həmin o pişik çox əyləncəli idi. Artıq ikinci dəfə həmin o pişikdən danışdığıma görə, məlumat verdiyimə görə, eyni pişikdən danışıram. Birinci dəfə siz o pişiyi tanımırsınız, təəssüratınız yoxdur. Məsələn, mən küçədə it də görə bilərdim, düzdürmü? Hə, Naid, buyur, əl qaldırmısan. Müəllim, Bəli, bura kimsə qoşulub, uşaqlardan olacaq da, kim qoşulacaq? Öz uşaqlarınızda. Hə. Deməli, I saw a cat. Birinci dəfə gəldim, məlumat verdim, düzdür? Nə haqqında danışdığımı a cat deyə verəcəm məlumatı. Sonra həmin o pişik haqqında ikinci cümləni quranda a cat yox da məhz z cat deyəcəm. Fərqlərini başa düşdünüz, aralarındakı fərq nədir?
Məsələn, birinci dəfə informasiya vermək istəyirəmsə, deyəcəm a cat. Sonra həmin o pişik haqqında olan məlumatı ikinci cümlədə ötürürəmsə, olacaq the cat. Başa düşdünüz, eynən z-nin fərqi nədir? Əsas siz diqqət eləyin bu ən artiklının harda gəlməsinə, sonra ən artiklı ismin qarşısında sifət gələrsə, yəni baxdınız burada, apple sözü an apple-dır, amma green apple deyəndə a green apple deyirəm. Yəni bu kimi xırda hissələrə diqqət eləyin ki, sizə indi tapşırıqlar göndərmişəm, həmin o tapşırıqların bir hissəsini birlikdə işləyəcək. Onları işləyəndə sizdə hər hansı bir problem yaranmasın. Kimin sualı varsa buyursun, davam eləyək. Sual olan var? Xeyr. Davam eləyə bilərik. Bəli. Bəli, müəllim. Deməli, quzularım, dərsin sonunda göndərəcəm bunu. İndi davam eləyək tapşırıqlarımızla. Dərs bitəndə göndərəcəm bunları sizə. Word faylı ilə baxaq. Mən şəxsi atdım tapşırıqlarını. Hə, baxacam uzun. Biraz rüşvət redaktiv. Aha. Ekranda yaxşı görünür. Zəhmət olmasa mənə deyin. Mən quizi yox. Bəli, müəllim. Sizlə quiz yox. Gəlin birinci tapşırıqları işləyək. Ən yaxşısı. Deməli, quzular, burada tapşırıq nədən ibarətdir? Bir neçəsini məndən işləyəcəyik. Qalanlarını sərbəstində deyəcəm, dərsdə işləyəcəksiniz. 3-4 dənə tapşırıq var burada sizdə. PDF versiyasında göndərmişəm. Word faylı kimi də göndərmişəm. Tapşırıqları izah edeyim, gedişat necədir, baxın. Ondan sonra özüm istiqamət verib deyəcəm, hansıları hər hansı birini deyərsiniz. Deməli, apple sözü verilib burada, düzdür? Bayaqları apple sözü haqqında yazdım. Apple özü gəlibsə, burada hansı səsdir? Sait. Ona görə nə istifadə edeyim? Apple deyim, yoxsa an apple? An apple. Ay, sağ ol. Elephant. Sait səsdir mi? Bəli. İndi nə yazacağım? An. Ay, sağ ol, Ela. Apple-ını 2 dəfə vermişəm burada. Yəqin Ama ona da an yazdım, getdim de düşünmüş. qoğun dəyişək. İkidir. Orange yazaq. Ama an. Ay, sağ ol. Sait. An müəllim. O olacaq an. An orange. Bu umbrella yazılıb, amma bunu oxuyuram umbrella. Müəllim, o da an olacaq. Müəllimə. Bəli, bəli. Müəllim, mən çıxa bilərəm, başqa yerə gedirəm ora. Yahya da danışam. Hə, müəllim. Hə, dərs qeydə alıram, baxarsan sonra, yaxşı olsa. Sağ olun. Müəllim, Samit də o. İndi bu samitdir, Hər düzdür? yazılacaq. Banana deyəcəm, düzdürmü? Bax, bayaqlar Bəli. sözə baxdıq. H hərfi düşür. Baxmayaraq ki, burada samitdir. Lakin bu səs Müəllim, o nəzərə an. alınmayacaq. Bəli, ona görə nə olacaq? An. An. Ay, sağ ol. Başa düşdünüz gedişatı? Asandır. Bəli. Rahat da işləyəcəksin inşallah. Məmə bunun çoxlu atında. Göndərmişəm. Qrupda da var. İşləyəcəksiniz evdə. Sadəcə bir neçəsini nümunə olaraq göndərdim ki, siz burada baxasınız. Sonra davam eləyək növbəti tapşırıqla. Exercise number 2. Və yeri gəlmişkən, buradakı şərtləri də deyim sizə. Fill in nə deməkdir? Doldurun. The blanks, boşluqları. Blanks deyəndə bu hissələr nəzərdə tutulur. Fill in the blanks with an. Deməli,
En artiklı ilə boşluqlara doldurun deməkdir. Şərti həmişə çalışın ki, düzgün başa düşəsiniz. Yəni tapşırığı etməyin 50% doğru versiyası şərti düzgün başa düşülməkdir. Exercise 2 tapşırıq nömrə 2 deməkdir. Düzdür? Baxıram. Correct the mistakes. Correct the mistakes. Mistake səhv deməkdir. Correct də düzəlt deməkdir. Səhvləri düzəldin. Necə? In the following sentences. Verilmiş cümlələrdə səhvləri düzəldin. Bir daha oxuyuram. Verilmiş cümlələrdə səhvləri düzəldin. Bu nə demək olacaq? İndi baxıram. Dog sözü altından xətt çəkib fərqləndirmişəm. Diqqət edirsiniz? Deməli nə olacaq? Dog burada hər hansısa bir səhvlik var. Amma xeyr. Əgər səhvlik yoxdursa, üstəgəl qoyuruq. Doğrudur bu cümlə. And. Düzdür? Bəli. Ay, sağ ol. Axı, sayt səsdir. İndi Apple-a yazıb apple. Apple düzdür, yoxsa an apple düzdür? Səhv çıxaq Deməli, qoyun. burada çıxaq qoyacaq, qarşısına yazacaq an article olmalıydı. Yəni, Müəllim, o birisində də. Bəli, hamısında səhvlər olmaya biləndə var, səhv olanı da var. Hansı cümlədə ki gördünüz, burada fərqləndirmişəm sizin üçün ki, rahat tapa biləsiniz. Hansında deməli, fərqlilik varsa, qarşısından tiri çəkib bu qayda ilə yazıb düzəldəcək. Düzdür. Mən orada çıxaq qoyun, ondan qabaqdakına. Evdə özünüz eləyərsiniz. Mən sizə istiqamət verdim. Hamısını birlikdə eləməyək. Sonra, exercise number 3. Tapşırıq nömrə 3. Fill in the blanks with and where needed. Fill in the nədir? Fill in the blanks. Boşluqları doldurun. Nə ilə? An artiklı harada lazımdırsa. Məsələn, elə məqam olacaq ki, sonra artikl lazım olmayacaq. Baxır cümləyə. Əgər verilmişsə, baxın, burada books yazır. Books sözü cəmdir. Bir kitablar deyə bilərik. Ona görə bura ehtiyac olmayacaq. Ona görə burada artikl yazmırsınız. Yəni, 3-cü tapşırığa artikl ehtiyac deyil. Məsələn, artikl yazacaqsınız tapşırıq 1-də. Sonra 2-yə lazımdır. Umbrella burada olar. Burada yaza bilərsiniz. 5-ə də ehtiyacdır. Məsələn, burada da görürsünüz cəm var. Cəm olduğuna görə bura ehtiyac deyil. Burada ehtiyacdır. Idea sözü sayılır. An idea deyirik. Toys sözü cəmdir. Ehtiyac deyil. Bir saniyə. Our sözünə isə ehtiyac var. Yəni, burada haradakı üstəgəl işarəsi yazmışam. Həmin bu hissələrə siz artikl yazacaqsınız. Lakin haradakı tiri çəkmişəm, çıxaq işarəsi yazmışam. Burada artıq heç bir ehtiyac yoxdur. Bu 3 tapşırıqla bağlı sualınız var, uşaqlar? Xeyr, müəllim. Davam edək. Bəli. Bəli. Lap yaxşı. Baxaq. If you haven't any question, let's continue. Əgər sualınız yoxsa davam edək. Exercise number 4. Tapşırıq nömrə 4. Complete the sentences. Complete the sentences nədir? Cümlələri tamamlayın. Sentences cümlə deməkdir. Complete də tamamlayın. Yəni, cümlələri tamamlayın. Necə? With the correct form of the indefinite article. Artıq görürsünüz, artiklın öz adını çəkmir. An artiklı demir. Qeyri-müəyyən artikldan gedir söhbət. Burada da yenə artikelləri istifadə edəcəksiniz. Sadəcə siz burada sayılan, sayılmayan tanımırsınız deyə mən sizə kömür məqsədli yazacağım. Və məsələn, burada matematik sayıla bilməyən isimdə ehtiyac deyil. Honest deyə də lazım deyil. News sözünə də ehtiyac deyil.
economics-ə ehtiyac deyil. Qalanlarına yaza bilərsiniz article. Deməli 1, 3, 5, 8. Bunlar sayıla bilməyən isimlərdir. Məsələn, iqtisadiyyat sözü sayıla bilmir. Sayıla bilməyən isim olanda article yazmağa ehtiyac yoxdur. Bunu növbəti dərslərimizdə öyrənəcəyik. İsmi öyrənəndə sayıla bilən nədir, sayılan isim nədir. Biz sadəcə indi məsələn dog gözümüzlə görürük, düzdür? 1 it, 2 it, 3 it deyə bilərəm və yaxud da qarışqadır, almadır, çətir sözüdür. Bunların yəni sayılması mümkündür. O nöqteyi nəzərdən yaza bilərsiniz. Lakin burada riyaziyyat fənnindən gedir söhbət. Artıq bu fən olaraq fənə aid olan kitabı görürsünüz. Amma burada söhbət riyaziyyat dərsliyindən getmir. Riyaziyyat elminin özündən gedir. Ona görə sayıla bilmir. Bu hissələrlə çox yormayacağam sizi. Növbəti dərslərin mövzusudur bu. Bu bizim tapşırıqlarımız. İndi gəlin quiz olan hissəyə baxaq. Burada da nəyə baxırsınız? John has book. Book sözü bu ilə başlayır, düzdür, samitdir. Bəli. Səslə başlayır. İndi hansını götürün cavab? E-book, book, to book. Hansı düzdür? A müəllim. Ay, sol. Deməli, doğru cavab olacaq. E-book. Aferin sizə. Baxın, düzənə. Burada interesting var. Amma interesting kimə aiddir? Novel sözünə. Interesting novel olsa, novel özü olsaydı tək, deyəcəkdim e-novel. Amma interesting sifəti var qarşısında. Nə olacaq? Müəllim, ən. Ay, sağ olacaq. Müəllim, orada samit var. Sait səs, saitlə başlayırdı. Samit. Müəllim, saitdir. Sonra quzular, egg. Müəllim, o da əndir. Ay, yaşa. Olacaq nə? Ən. Beydir. Gəlin bir neçə başqa əlavə suala baxaq. Məsələn, 11-ci suala baxın. Burada da H yazılıb, amma H nəzərə alınmır. Müəllim, orada əndir hələ. B. An honest. Başa düşdünüz ağlı balalar? Bəli. Rahat dərsdir, tələsməyin. Başa düşmədiyiniz hissəni də. Məsələn, tutalım ki, idea sözünü oxuya bilmirsiniz, misal üçün, düzdür? Google Translator-dan və yaxud da başqa tərcümə proqramlarından sözün özünü yazın, orada səsləndirmə hissəsi var. Fərqi yoxdur. Əsas odur ki, sözün tələffüzünü qulağınız eşitsin. Məsələn, linguistics sözü dilçilik deməkdir. Sonu icısı ilə bitən isimləri ümumiyyətlə yadınızda saxlayın. Sayıla bilmir. Bax, bu sözlər elm fən adlarını adətən bildirir və sayılmır. Bu sayıla bilməyən isimlərin həmişə cavabını no article götürərsiniz. Yaxşı balalar? Bəli. Deməli, sonu icısı ilə bitən sözlər, icısı, bax bu üç hərf bir yerdə. Mathematics, linguistics, phonetics. Görürsünüz, hamısının sonunda icısı, x səsini eşidirəm. Bunlar mücərrəd isimləri göstərir adətən və sayıla bilməyən isimləri işarə eləyir. O nöqteyi nəzərdən də biz no article deyə bir hissədən istifadə edirik. Yəni, bura article'ın gəlməsi mümkün deyil. Yaxşı quzularım? Bəli. Bir saniyə. Yəni, article-la bağlı, məsələn, görürsünüz, burada physics sözü var. Müəllim, ora yox olacaqdı. Bəli. Yəni, no article. Başa düşdünüz? Bəli. Article çətin bölmə deyil. Nə də ki, səhv yazanda məyus olmayan. Tapşırıq da bu, səhv də yaza bilirsiniz. Mən hamısı xatam deyilmiş. Bəli. Əsas odur ki, gedişatı başa düşün. Bax, bir də no article-ı harada götürəcəksiniz?
Burada uniforms axırında s var, yəni cəmlənmə var. Əgər hər hansısa bir isim cəmdədirsə, o zaman da biz yenə article təyin etmirik. Yaxşı qızlar. Ona görə nə article? Bəli. Elə. Article-la bağlı bölməmiz bu qədər. Evə götürəcəksiniz quiz article and exercises about article. Müəllim. Bir dəqiqə dərsi qeydini dayandırım.